Çox yaşa, əsl çay ləzzəti çempionlar. Pasta del Capitana, təbiətdən gələn sağlam beyazlıq. Brizel, həyata gənc və sağlam gözlərlə baxın. Play Arena, uşağınızın sağlam inkişafı. Sağlamlıq hər kəsin özünün fəth edə biləcəyi bir zirvədir. Bəzi vərdişləriniz var ki, onlara diqqət eləyərək biz həkimlərin də işini asanlaşdıra bilərsiniz. Mən bu arada çaylardan danışmaq istəyirəm. Yadıma düşmüşkən, bugün beynəlxalq otolaringoloqlar günüdür. Otolaringoloqlar nədir deməyin, qulaq-burun-boğaza baxan həkimlərimizdir. Onları təbrik edirəm. Mən də bu təbriklərə qoşuluram və otolaringoloqların işini asanlaşdırmaq üçün, bir balaca asanlaşdırmaq üçün təklif edirəm ki, tamaşaçılarımız daim ləzzətli və xüsusi ətirli çempion çayı içsinlər ki, boğazlar ağrımasın. Xoş gördük sizi. Xoş gördük. Son vaxtlarda bilməm fikir vermirsinizsə, şəhərdə maşınlar da artıb, amma maşınlarla birlikdə sanki şəhərdə informasiya da artıb. Ona görə də bəzən görürsən ki, eyni məsələlər haqqında yenidən danışmaq lazım gəlir. Mən nəyə nəzərdə tuturam? Bəzi mövzularımıza biz tez-tez qayıdırıq, amma inanın ki, qayıtmasaq da olmur. Çünki Bakı şəhərində, Azərbaycanda hər gün nə isə yeniliklər baş verir və o yeniliklər haqqında sizə mütləq xəbər və məlumat vermək ehtiyacını hiss edirik. Bugünkü mövzumuz da daha əvvəllər bir neçə dəfə toxunduğumuz kimi qalxana bənzər vəz haqqındadır. Qalxana bənzər vəzi bəziləri zob adlandırırlar, bəziləri tiroid adlandırırlar. Ancaq insanların bunun haqqında məlumatı kifayət qədər artıq var. Ancaq olduğu qədər də yenidən bu bilgiləri təkrarlamağa ehtiyac vardır. Bir də unutmayaq ki, təkrar həqiqətən biliyin anasıdır deyirlər. Amma düşünürəm ki, bugün nəinki təkrar eyni zamanda yeni məqamları da özümüz açacaq. Çünki yeni qonaqlarımız var və ümumiyyətlə qonaqlarımızı təqdim etməmişdən əvvəl mən maraqlı bir təşəbbüs haqqında danışmaq istəyirəm. Xüsusi müalicə sağlamlıq kompleksinin mərkəzi klinika ilə birgə Avropanın aparıcı klinikaları ilə 1 illik kontraktı var və bu kontrakta uyğun olaraq aparıcı mütəxəssislər artıq burada konsultasiyalar verəcəklər, aparacaqlar və həkimlər Badamdarda xüsusi müalicə sağlamlıq kompleksində çalışırlar və bu həkimlərdən bir neçəsini biz bugün studiyamıza, verişimizə dəvət etmişik və bu haqda indi daha ətraflı danışacaq. İcazənizlə mən qonaqlarımızı dəvət edeyim. İlk növbədə terapevt Dr. Rainer Schumacheri dəvət eləmək istəyirəm. Tibb elmləri doktoru Rainer Schumacher 1973-cü ildə Bonn şəhəri Friedrich Wilhelms Universitetində tibb təhsili alıb. 1974-cü, 1975-ci illərdə Petrus Krankenhaus'da internaturaya başlayıb. 1979-cu ilə kimi Marian Hospital'da davam etdirib. 1978-ci, 1981-ci illərdə Marian Hospital'da iç xəstəlikləri şöbəsində rəhbərlik edib. 1984-cü ildən xilas etmə xidmətində çalışıb. 2006-cı ildən Avropa Tibb Mütəxəssisləri Birliyinin Gastroenterologiya Komitəsində gastroenteroloq işləyir. Hello. Nice to meet you. Nice to meet you. Daha bir qonağımız var və bu kardioloq Dr. Konstantinos Kriazis'dir. Konstantinos Kriazis 1993-cü, 1999-cu illərdə Çexiyada Charles Universitetində təhsil alıb. 2000-ci ildə Hamburg Universitetinin tibb fakültəsini bitirib. 2001-ci, 2003-cü illərdə Almaniyanın Asklepios klinikasında kardiologiya üzrə rezidentura, 2003-cü, 2006-cı illərdə kvalifikasiya artımı keçib. 2008-ci ildən bugünə kimi Asklepios klinikasında həkim-kardioloq işləyir. Ekokardiografiya üzrə böyük təcrübəsi var. Kardiologiya üzrə bir neçə elmi araşdırma müəllif edir. Hello. Hello, nice to meet you. Nice to meet you too. Nice to have me here. Thank you. Qalxana bənzər vəzi haqqında yəqin ki, bir çoxumuzun məlumatı var, ancaq bu məlumatları biraz sinifləndirmək üçün və biraz da dəqiqləşdirmək üçün qonaqlarımızın da bəlkə deyəcək əlavə bir sözlər var. Mən onlara qalxana bənzər vəzin nə olduğu və funksiyasının nə olduğuna dair bir sual soruşmaq istəyirəm. Dr. Schumacher, what can you say about the function of thyroid? Why we need this functional ability? Yes, first let me
Əvvəla verilişinizə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu gözəl ölkədə və mənzərəli şəhərdə işləməyimə görə çox şadam. İnsanlarınız çox mülayim və gülərüzdür. Qalxanvari vəz insan orqanizminin kiçik, lakin çox vacib bir orqanıdır. Şəkildə gördüyünüz kimi dəri altında yerləşir, iki sağ və sol paydan və aralarında yerləşən körpüyə oxşar hissələrdən ibarətdir. Orqanın çəkisi 20 qram və ya demək olar ki, həzmi 20 ml təşkil edir. Vəzi palpasiya vasitəsilə yoxlamaq və onun yumşaq olduğunu hiss etmək olar. Orqan bir çox damarlarla əhatə olunur və bu damarlar tiroid hormonlarını bədənin bütün orqanlarına daşıyırlar. İnsanın hər bir hüceyrəsinin beynindən başlayaraq ayaqda kiçik bir əzələyə kimi hormonlara ehtiyacı var. Hormonlar olmadıqda hüceyrələrin həyatı bitir və insan bədəni bir neçə günə ölə bilər. Qalxanvari vəz orqanizmin bir çox funksiyasını təmin edir. Hətta biz ana bətnində olduqda orqanların inkişaf və funksiyalarına görə məsuliyyət daşıyır. Bəs görəsən bu tiroid vəzinin hansı funksiya, yəni hansı xəstəlikləri var və bunların hansıları daha vacibdir? Yoxsa tiroid vəzinin bütün xəstəlikləri vacibdir? Qalxanvari vəzin bir neçə xəstəlikləri müşahidə olunur. Birinci növ, hormonların sekresiyası kifayət qədər olmayandır. Biz bu halı qalxanvari vəzin hipofunksiyası adlandırırıq. Ona həmçinin hipotireodizm də deyirlər. Ancaq bu söz çox mürəkkəbdir və hipofunksiya adlandırmaq daha asan olar. İkinci növ, hormonların produksiyası yüksək olandadır. Bu halda qalxanvari vəzin hiperfunksiyası müşahidə olunur. Hər iki xəstəlik orqanizm üçün çox təhlükəlidir. Lakin qalxanvari vəzin dəyişiklikləri tək hipofunksiya və ya hiperfunksiya ilə müşahidə olunmur. Bəzən qalxanvari vəzin özü böyüyür və bu insanlarda daha tez-tez müşahidə olunan disfunksiyadır. Səbəbi istifadə etdiyimiz su və qida məhsullarında yodun çatışmamazlığıdır. Bu zaman biz ur, yəni zob haqqında danışırıq, yəni qalxanvari vəzin böyüməsindən. Bəzi zamanlar onu məsafədən və ya palpasiya etdikdə görmək olar. Bəzən qalxanvari vəzin funksiyası normal, lakin normadan artıq böyüməsi müşahidə oluna bilər. Çox zaman bu, orqanizmin heç bir ziyanı olmayan vizual dəyişiklikdir. Lakin çox böyümüş qalxanvari vəz nəfəs almağı çətinləşdirir və ya traxeyanı kompresiya edir. Bu çox nadir hallarda olur. Görəsən, çox böyüyəndə bunu rahatlıqla gözlə görmək olur, amma bu tiroid vəzinin xəstəliklərin diaqnozu görəsən çoxmu çətindir? Yəni bunu eləmək üçün çox belə mürəkkəb müayinə metodlarına ehtiyac varmı? What kind of methods we have for diagnosing thyroid problems? Are they complicated or very simple, or might be very simple to perform? Hazırda qalxanvari vəz xəstəliklərinin diaqnostikasına aparmaq ötən 10-20 illərə nisbətən daha da asanlaşıb. İlkin olaraq xəstənin özünü vizual görmək və vəzi palapator müayinə etmək. Bunu hər bir həkim etməlidir. Öz ixtisasını yaxşı bilən həkim həmçinin düyünləri də palapator hiss edə bilər. Düzdür, bu kifayət deyil və ona görə də biz sonografiya keçiririk. Şəkildə siz uzanmış xəstəni görə bilərsiniz. Həkim ona ultrasəs müayinə aparır. Sağdakı şəkildə isə kiçik bir düyün görmək olar. Müasir ultrasəs avadanlığı kiçik düyündən başlayaraq kistalar, böyümüş düyünlər, hətta xərçəng düyünlərini görməyə imkan verir. Xərçəngin xoş xassəli düyünlə diferensiyasını edə bilmərsiniz, amma bunun üçün müxtəlif vasitələr də var. Okay, it seems it's a simple, painless and informative method. Exactly. Mənim sualım doktor Kiryazis olacaq, mümkünsə. Ümumiyyətlə, hipertireoz haqda biz danışsaq, yəni bu nədir və onun ağırlaşmaları nədən ibarətdir? What we can say about hyperthyroidism? Yeah, well, what are the symptoms? It's like this that, as Dr. Schumacher already mentioned, Dr. Schumacher dediyi kimi, qalxanvari vəz metabolizm üçün vacib olan tiroid hormonlarını produksiya edir. Hipertireodizm tiroid hormonlarının sirkulyasiyaya yüksək səviyyədə ifrazını bildirir və bu vəziyyət böyümüş və normal vəziyyətindən asılı deyil.
With or without enlargement. Bunun müxtəlif səbəbləri var. Hormonlar ifrazının çox olması orqanizmi stressdə saxlayır və bu halda müxtəlif simptomlar yaranır. Xəstə sinirli olur, tez-tez tərləyir, çəkisini itirir, əsir. Dəyişikliklərdən biri də hormonların kardiotoksik effektidir. Orqanizm çox hiperaktiv olur və hər bir orqana təsir edir. Onun müalicəsi barədə nə deyə bilər doktor? Müalicədən öncə hiperfunksiyanı düzgün diaqnostika etmək lazımdır. Xəstə yuxarıda qeyd olunan simptomlarla müraciət edir. Ürək döyüntüsü fiziki aktivlikdən asılı olmayaraq yüksəlir. Çəkisini itirir, əsir və tez-tez tərləyir. Yəni, nəsə düzgün işləmir. Bu zaman qanda hormonlar yoxlanılır. Diaqnostika bununla da bitmir. Çünki biz səbəbi də tapmalıyıq. Bu, autoimmün prosesi də ola bilər, yüksək anticismlər və ya düyün də ola bilər. Bunu ultrasəs MRT və ya sinsigrafiya vasitəsilə görmək olar. Ancaq dəqiq diaqnostikadan sonra biz müalicəmizə başlaya bilərik. Öncə yüksək səviyyədə hormonları blok edən dərmanlarla. Bu beta blokerlərdir. Lakin onlar qalxanvari vəzi müalicə etmirlər. Biz onun üçün hormonların produksiyasını blok edən dərmanlar istifadə edirik. Bu halda vəz hormonların produksiyasını azaldır. Biz bu preparatları birgə və uzun müddətli, 1 ilə yaxın istifadə edirik. Bu müalicə elə də yüngül keçmir və biz bu sistemi ancaq orta yaşlı insanlara, yəni 50 yaşa qədər olan xəstələrə təyin edirik. Yaşlı insanlar malignizasiyaya daha həssasdır və burada müalicəni gücləndirmək lazım olur. Yəni, medikamentoz müalicə və cərrahiyyə. Xəstələrdə müalicədən sonra hiperfunksiya yenidən başlaya bilər və biz bunu nəzərə alıb cərrahiyyə barəsində də fikirləşməliyik. Bəs görəsən bizim bu tiroidi müalicə etmək üçün bu müasir metodlar yanında hər hansı bir xalq təbabəti və ya bitkilərdən edilmiş hər hansı bir işlər varmı? Do we have any herbal or homeopathic methods of treatment? Because it's very popular here and I think it's very dangerous, but I want to know your opinion. Very nice question. I wouldn't try anything like that. Mən bitki ilə müalicə etməyə məsləhət görməzdim. Because there is just no evidence about it. Ola bilər ki, hansısa bir effekti var, lakin bu təsdiq olunmayıb. Bu çox təhlükəli ola bilər və orqanizmə toksik təsir göstərə bilər. Bitki ilə müalicə problemi gizlədə bilər və orqanizm hipertireoz vəziyyətində daha uzun müddətli qala bilər. Bu elmi tərəfdən də göstərilir və təsdiqlənir. Gəlmişkən, siz xalq təbabəti üsullarını soruşdunuz. Mən sizə cərrahi müdaxilə barədə soruşmaq istəyirəm, amma bunu auditoriyada əyləşən və sizin kolleqanız olan, daha öncə bizim proqramımıza da qatılan doktor cərrah Gert Dastaldan soruşacağım. Qalxanvari vəzin xəstəliklərində nə zaman artıq cərrahi müdaxilə zərur edir? We are going to ask a question to the Dr. Dostal. What kind of surgical methods for treatment we have and how are they complicated or effective and in which situations? Gert Dastal 1969-cu, 1972-ci illərdə Kolon Universitetində elmi assistent işləyib. 1972-ci, 1983-cü illərdə Essen Universitetinin cərrahiyyə şöbəsində elmi assistent və direktor müavini vəzifəsində çalışıb. 1978-ci, 1983-cü illərdə baş konsultant, 1983-2005-ci illərdə isə Ebersberg klinikasında ümumi daxili və damar cərrahiyyəsi şöbəsinin rəhbəri olub. Professor Dostal 2005-ci ildə müstəqil cərrah kimi fəaliyyət göstərir. Bəzi vaxt hipertireoz zamanı cərrahiyyə məsləhət olunur. Cərrahi yolla aradan qaldırılan 3 növ xəstəlik var. Bu qalxanvari vəzin düyünlü şişləridir ki, hansılar ki, yüksək səviyyədə hormon ifraz edir və buna görə də vəzin rezeksiyası lazımdır. Sizin ölkədə daha tez-tez qarşılaşdığım xəstələr hipertireoz ilə olan xəstələrdir və ya onu Hashimoto xəstəliyi də adlandırırlar. Bu xəstəliyin cərrahi müalicə etməyə ehtiyacı yoxdur. Grefs və ya Bazedov xəstəliyini isə cərrahi müalicə etmək olar. Bu xəstəlik zamanı vəzin toxuması öz hüceyrələrinə qarşı anticismlər ifraz edir. Kolleqalarım qeyd etdiyi kimi, əvvəlcə anticismlərin miqdarını azaltmaq üçün medikamentoz müalicədən başlamaq lazımdır. Müalicəni 1 ildən sonra dayandırıb gözləmək lazımdır.
Ümumiyyətlə 70-80% xəstələrdə xəstəlik yenidən başlayır və bu da əməliyyata göstəriş sayılır. Thank you very much. Mən bir də doktor Schumacherə soruşmaq istəyirdim. Doktor Schumacher bir də bildiyim qədərindən gastroenteroloqdur. Soruşmaq istəyirdim, görəsə gastroenteroloq olaraq Azərbaycanda hansı işləri görür və bu məsələ haqqında hansı fikirlərə malikdir? Əslində doktorun çox məşhur soyadı da var, bu məqamı da vurğulamaya bilmərəm. She notices about your surname, family name. It's very famous family name here in Azərbaycan. Çox istərdim deyim ki, Schumacher mənim oğlumdur, amma bu belə deyil. And I'd like to ask you about you as a gastroenterologist. Are you practicing it here in Baku? And what you can say for us about this option in therapy? Yes, I'm practicing here as a consultant in a hospital. Mən xüsusi müalicə sağlamlıq kompleksində 3 aya yaxın işləməyə başlamışam. Daha çox gördüyüm 2 xəstəlik var. Xroniki virus hepatit B və C. Bu xəstəliklər burada daha tez-tez müşahidə olunur və biz onun müalicəsində çox böyük uğur əldə etmişik. Bizim yüksək səviyyəli laborator avadanlığımız var və bu diaqnostikanı daha da asanlaşdırır. Siz bilirsiniz ki, hepatitlərin dəqiq diaqnostikası PCR vasitəsilə əldə olunur. Bakıda Milli Onkologiya Mərkəzində çox dəqiq PCR diaqnostika vasitəsilə hepatit B və C-nin vaxtında diaqnostikası və fenotiplərini aşkar etmək olar. Hepatit C-nin 4 növü var. Ən çox rast gəlinən və daha uzun müddətli müalicəyə tabe olan henotip 1B. Müalicə uzun müddətli və bahalıdır. Bəzi xəstələr 1 il müalicə alır. 50-80% xəstədə müalicədən effekt əldə etmək olur. Həmçinin mən qastro və kolonoskopiya aparıram. Bu mədə-bağırsaq xəstəliklərinin vaxtında və düzgün diaqnostikası üçün çox önəmlidir. Xərçəngin erkən formalarını hətta kompüter tomografiyası ilə təyin etmək olar. Lakin kolonoskopiya hətta xərçəngə keçə bilən xəstəliklərin diaqnostikasında da kömək edir. Məsələn, poliplər çox kiçik olur. Bu halda onların xərçəngə keçməsi mümkündür. Buna görə də xərçəngin profilaktikası çox vacibdir. Bu haqda biz növbəti görüşlərimizdə danışa bilərik. Thank you very much for your information and for your advance. Təşəkkür edirik və işinizdə müvəffəqiyyət arzuluruq. Xatırlatmaq istəyirik ki, qonaqlarımız hal-hazırda xüsusi müalicə sağlamlıq kompleksində fəaliyyət göstərirlər. Yəni, burada bizimlə bərabər olanlar terapevt Dr. Rainer Schumacher, eyni zamanda kardioloq Konstantinos Kiryazis və auditoriyada əyləşən daha bir qonağımız cərrah Gerd Dastal idi. Biz qəbul elədiyimiz, biz içdiyimiz çempion çayı qarışıqsız saf bir Ceylon çayıdır. Bu çay Şri Lankanın aşağı ətəklərində yetişdirilir və çayın ən keyfiyyətli mövsümündə çay yarpaqları xüsusi diqqətlə yığılır və xüsusi istehsal prosesindən keçirilərək hazırlanır və ən maraqlısı odur ki, yığımın həm istehsalı bütün mərhələlərində burada gigiyenaya özəlliklə fikir verilir. Əgər fikir vermişsinizsə, bəzi çayları təbii ki, dəmləyəndə müəyyən o tozcuqlar və s. kimi elementləri görürük, amma siz çempion çayından əmin ola bilərsiniz. 100% təbii olmağı ilə digərlərindən seçilən çempion çayının susuzluğunun qarşısını almağa sizə kömək edir. Eyni zamanda bunlarla yanaşı xolesterolun səviyyəsini aşağı salır. Tərkibindəki florid səbəbilə diş çürüklərinin qarşısını alması və bədəndəki mineral tarazlığın qurulmasında sudan daha təsirli rol oynaması mütəxəssislər tərəfindən artıq sübut olunmuş bir faktor. Çay baş ağrısını aradan qaldırır, əhvalı yaxşılaşdırır. Çay həmçinin ömrü uzadan vacib vasitədir. Eyni zamanda çay intellektual fəaliyyətdə də insana yardımcı olur. Çempion çayı özünə məxsus zərif, ətirli və xoş rəngli bir çaydır. Bütün dünyada məşhurdur və çempion çayını dadmaqla siz həyatın ləzzətini dadmış olursunuz. Bir qədər də gözlərimiz haqqında danışaq. Ümumiyyətlə gözlərimizi qorumalıyıq. Həqiqətən
həqiqətən mənfi təsir edən faktorlar günü-gündən çoxalır. Ən azından yəni kompüterlə işi mən nəzərə alıram. Bu müəyyən problemlər yaradır, amma bu problemləri yaşamamaq üçün və yaxud da yaşadıqda müəyyən müdaxilələr gərəkirsə, düşünürük ki, Brizel göz klinikasında sizə yardımcı olacaqlar. Brizel klinikasında gözdə olan bütün xəstəliklər üzrə əməliyyatlar aparılır və özəlliklə katarakt, mirvari suyu kimi tanınan problem uzun müddətdir ki, klinikada bu əməliyyat qansız, tikişsiz və 2 mm-lik kəsikdən aparılmasına imkan verən texnologiyalarla aparılır. Əməliyyat mirvari suyunu gözün bulanmış təbii billurunu aradan qaldırır. Əməliyyatda ağrısızlaşdırma iynə ilə deyil, sadəcə damcı ilə aparılır. Bu da çox vacib bir məqamdır. Özəlliklə bu prosedurdan qorxanlar üçün Brizel klinikası həyata gənc və sağlam gözlərlə baxın. Telefonlar 541-1900, 541-2400, mobil nömrə 055-551-2400. Adətən yəni bizim bağçalarımız daha çox o köhnə sistemlə çalışan bağçalardır və təbii ki, belə boşluqları görən insanlar yəni daha düşünərək bu məsələyə yanaşıb və fərqli bir sistem qruplar, söhbət yenə də bizimlə bərabər olan Play Arena bağçalarından gedir. Hər bir uşağa fərqli yanaşırlar. Özəl xüsusiyyətlərini xüsusi psixoloqlar, xüsusi mütəxəssislər təbii araşdırıb üzə çıxardırlar və üzə çıxartmaqla yanaşı müəyyən fəaliyyətlər qururlar ki, bu xüsusiyyətlər, bu istedadlar daha da inkişaf eləsin. Hər tərəfli inkişaf sizin uşağınız üçün məhz Play Arena təbii ki, məktəbə qədər tərbiyə müəssisəsində. Burada idman zalı var, musiqi zalı var, metod kabineti var, eyni zamanda həkim otağı, yeməkxana. Yəni əmin ola bilərsiniz ki, uşaqlarınız düzgün, yəni sağlam qidalandırılacaqları. Bağçanın heyətində seçilmiş yüksək ixtisaslı pedaqoji kadrlar fəaliyyət göstərirlər. Play Arena'da sizi gözləyirlər.